Oruç tutmamanın cezası yok. İçki içmemenin cezası yok. Başını örtmemenin cezası yok. Allah'a inanmamanın, peygambere, cennete, cehenneme inanmamanın cezası yok. Bir adam ateistse benim açımdan hiçbir sorun yok. Hatta ateistler hakkında dini dünyada en ileri görüşleri savunmakla bilinen birisi. Ateistler inanmasa da iyi insan, dürüst insan oldukları için benim inancıma göre onlar cennete bile girebilir diyorum. Bəs belə deyək, cənnətə getmək üçün müsəlman olmaq şərtdirmi? Cənnətə getmək üçün Allahın buyruğuna, insanın yaradılışına uyğun olaraq yaxşı insan olmaqdır birinci vacib olan. Necə yaxşı insan olursan, biz əlimizdən və dilimizdən başqalarına zərər vermirik. Çünki din anlayışları sonradan ortaya çıxdı. İslam ona görə sizə qəbul eləmək əsas. İslam dediyimiz Sənin fikirlərinlə tanış olanda, oxuyanda, dinləyəndə səni, məndə açıq belə bir təsəvvür yaranır ki, Elşad Miri hesab edir ki, o məzhəbçilik girdabına düşmüş kütlədən ziyad ateistlər yaxşıdır.